Salam, bugün 30 noyabr tarixində keçirilmiş magistr imtahan suallarının izahları ilə tanış olacağıq. Başlayırıq 21-ci sualdan. 21-ci sualda nə deyilir? Deyilir 16-lıq say sistemində verilmiş 22 rəqəmli ən kiçik ədədi ikilik say sisteminə çevirdikdə neçə rəqəmli ədəd alınar? Təbii ki, biz bilirik ki, ümumiyyətlə 16-lıq say sistemindən ikilik say sisteminə keçmək üçün bir qaydamız var. 8-4-2-1 qaydamız var. Və biz 16-lıqda olan ədədin içərisindəki hər bir rəqəmi biz 8-4-2-1 qaydası ilə ikilik say sisteminə çeviririk. Sadə bir dənə ədəd götürürəm 16-lıqda. Məsələn, 1A ədədi. 16-lıq. Mən bunu ikilik say sisteminə çevirdikdə necə çevirirəm? Bunun hər bir rəqəminə 8-4-2-1 qaydasını tətbiq edib, ikilik say sistemində 4 rəqəmli bir qarşılığını alıram. Yəni, belə yazaq bunu. Məsələn, 1-i düzəltmək üçün 0, 0, 0, 1 şəklində, A-nı düzəltmək üçün 1, 0, 1 şəklində. Yəni, bizim bir rəqəmizə ikilikdə qarşılığı 4 rəqəmli bir ədəd alırıq. İndi düşünsək ki, 16-lıq say sistemində 22 rəqəmli ədəddən söhbət gedir. 22 rəqəmli ədəddə dedik bir rəqəm 4 ikilik ədədə uyğundursa, rəqəmə uyğundursa, deməli 22 rəqəmli ədədi də 4-ə vurmaqla deyəcək ki, ikilik qarşılığı neçə rəqəmli ədəd olacaq? 88 rəqəmli ədəd olacaq. Yəni, variantımız olacaq 21-də C variantı. 22-ci sualda. Deyir, aşağıdakı mətndə sözlərin altından çəkilən qırmızı xətlər nəyi bildirir? Ümumiyyətlə, biz Word proqramında altından qırmızı xət çəkilmiş sözlər görsək, bilməliyik ki, burada səhvlik var və orfoqrafik səhvlər var. Orfoqrafik səhvlər deyəndə nə nəzərdə tutulur? Məsələn, ya söz düz yazılmayıb və yaxud da Word-da olan dil düzgün seçilməyib və yaxud da sözlər xarici dildə yazılmış sözlərdir və ya hər hansı bir qarışıq dildə yazılmış sözlər olduğu üçün bizdə yəni qırmızı xətlərlə, altı qırmızı xətlərlə orfoqrafik səhvlərin olduğunu göstərir. 22-də olacaq A variantı. 23-cü sualda informasiya hansı yaddaşda emal olunur? İnformasiya registr yaddaşda emal olunur. Niyə registr yaddaşda emal olunur? Çünki prosesorun ən sürətli yaddaşı ümumiyyətlə registr yaddaşdır və registr yaddaş prosesorun daxilində yerləşdiyi üçün, yəni orada məlumatın oxunmasında, yazılmasında hər hansı bir gecikmə olmadığı üçün informasiya registr yaddaşda emal olunur. 24-cü sualda nə deyilir? Deyir, xüsusi qələmlə ekranda yazılan informasiyanı olduğu kimi kompüterə köçürür. Bu qurğunun ekranında nöqtələrlə deyil də xətlərlə təsvir alındığı üçün seyrəklik qabiliyyəti düymə düşən xətlərin sayı LPA ilə ölçülür. Söhbət hansı qurğudan gedir və biz burada nəzəri bir sualda bilirik ki, söhbət digitayzerdən gedir. Digitayzer, bəli, bu xüsusiyyətlərə məxsusdur və eyni zamanda digitayzer haqqında da deyə bilərik ki, əlavə olaraq ümumiyyətlə analoq siqnalları eyni şəkildə rəqəmsal siqnallara çevirən də qurğu hesab olunur. Yəni, cavabımız olacaq 24-də Y variantı. 25. Mətn olmayan faylları seçməyimizi istəyir. Biz bunun mətn olub olmadığını ümumiyyətlə hardan bilirik? Faylların uzantılarından, faylların genişlənməsindən bilirik. Faylların genişlənməsi nöqtədən sağda olan hissələrdir. Yəni, nöqtədən sağda olan hissəyə baxmaqla mən bilirəm ki, bu genişlənmə hansı tip fayla məxsusdur. Baxıram 1-ə, BMP verilib. BMP mətnin deyil, təbii ki, qrafik faylların genişlənməsidir və bizdən mətn olmayanları seçməyimizi istəyir. Biri seçirik ona görə. Daha sonra deyir ki, xlsx.txt. TXT isə mətn faylının genişlənməsidir. Ona görə bunu seçmirik. Doc da mətn faylının genişlənməsidir. Ona görə seçmirik. Sağa baxırıq, nöqtədən sağa. Ertifi, baxırıq ertifiyə. Ertifi bizim bu da mətn tipli fayllarımızın genişlənməsi olduğu üçün 4-ü də seçmirik. txt.exe. Exe
mətn faylının genişlənməsi deyil. Exe icra faylının, icra faylı da deyilir, çalışdırıla bilən fayl da var. Yəni çalışdırıla bilən icra fayllarının genişlənməsi olduğu üçün mətn fayllarının genişlənməsi deyil. Və 6, bəli, lib də mətn fayllarının genişlənməsi deyil, deyil, bəli. Bunu da götürməliyik. Lib library sözündən gəlir. Library də təbii ki, kitabxana ilə bağlıdır. Ona görə yəni library sözündən gəldiyi üçün proqram funksiyalarının saxlandığı kitabxanaların genişlənmələri sayılır. Ona görə cavabımız olacaq 1, 5, 6. 26-cı sualda nə deyir? 26-cı sualda deyilir ki, qovluqda faylın adı dahi.jpg idi. Bu faylı həmin qovluqda yerləşən qovluğun alt qovluğuna köçürdükdə gəlib faylın tam adı, baxın, buradakı formada alınıb. Deyir, yer dəyişməyə qədər, yəni bu formaya düşməmişdən qabaq deyir, fayl hansı qovluğun içərisinə yerləşirdi. Yəni düşünsək ki, bu faylımızdır. Bu fayl əvvəlcə hansısa qovluğun içərisində yerləşirmiş. Sonra həmin o qovluğun içərisinə bir dənə də alt qovluq yaradıb. İndi bunu köçürdüblər həmin o alt qovluğun içərisinə. Deməli, bu yer dəyişməyə qədər bu info burada yox imiş. Əvvəlcə yerləşirmiş kurs qovluğunun içərisində. Sonra kurs qovluğunun daxilində info qovluğunu yaradıb, indi köçürdüblər bunu info qovluğunun daxilinə. Yəni bizdən soruşur ki, bu yer dəyişməyə qədər hansı qovluqda yerləşirdi? Təbii ki, C, desktop, informatika, kurs qovluğunun içərisində yerləşirdi. Bu da bizim E variantımız. 27-ci sualda WordPad proqramında açılan faylların əsas ad genişlənməsi hansıdır? WordPad proqramından söhbət gedirsə, ümumiyyətlə mətn prosesorlarından söhbət gedir. Müxtəlifdir. Məsələn, Word-ün genişlənməsi docdur. TXT məsələn, Notepad-in genişlənməsi deyə bilərik, bəli. WordPad-in genişlənməsi isə R tifidir. Ad genişlənməsi R tifi olacaq. C variantı. 28-ci sualda bizdə ölçü vahidləridir və cəmləməyimizi istəyir. Baxaq, hansından digərinə keçirsək bizim üçün daha rahat olar. Cavablarda da megabaytlar, gigabayt, kilobaytla verilib. Təbii ki, bizim ölçü vahidlərimiz hansılar idi? İlk növbədə onları yazırıq. Bit, bayt, kilobayt, megabayt, gigabayt və terabayt. Baxıram ki, burada bizim ölçü vahidimiz megabaytla verilib. Biz megadan gigaya keçsək daha rahatdır. Və burada da terabaytla verib. Terabaytdan yenə gigabayta keçsək daha rahatdır. 5120 5120 megabaytdan gigabayta keçmək üçün biz bunu küslü 10-a, yəni 1024-ə bölməliyik. Bunu 1024-ə böldükdə burada 5 gigabayt qalacaq. Plus 3 terabaytdan gigabayta keçdikdə isə 1024-ə vurmaq lazımdır. Yəni 3072 gigabayt da burada eləyəcək. Və bu ikisini də toplayanda bizə 3077 gigabayt cavabını vermiş olacaq. 28-də Y variantı. 29-cu suala baxırıq. Buranı silək. 29-cu sualda bizə say sistemimizə bağlı bir sualdır və A-nı müəyyən etməyimizi istəyir. Baxıram, bərabərliyin sağ tərəfi 10-luq say sistemindədir. Bərabərliyin sol tərəfi isə 16-lıq say sistemindədir. Biz bunu həll etməyimiz üçün, buradakı A-nı tapmağımız üçün hər iki tərəfi 10-luq say sistemində ifadə etməliyik. Onsuz da sağ tərəfimiz 10-luq say sistemindədir. Burada problem yoxdur. Sol tərəfi də 10-luq say sisteminə keçirik ki, buradan A-nı rahatlıqla tapa bilək. 16-lıqdan 10-luğa keçmək üçün üzərini sağdan sola doğru 0, 1, 2 qaydası ilə çevirəcək. 1 vurulsun 16 üstü 2 mənə verəcək 256 plus A vurulsun 16 üstü 1 verəcək bizə 16A-nı plus B vurulsun 16 üstü 0 isə elə bizə 11-i verəcək. Bərabərdir 347-yə. 347. 16A-nı saxlayıram burada. 16A. Digər tərəfdə də 347-dən bu ədədlərin cəmini çıxacaq. 347 çıxılsın 267.
267. 16A bərabər olacaq. Deməli, baxırıq 347-dən 267 çıxanda bizə e, 100, 180. 347-dən 267 çıxanda e, bəli, bizə daha doğrusu 80 buradakı bir qalmayacaq, 80 verəcək. A-nı isə buradan neçə tapacaq? 80 16-ya bölüb 5 tapmış olacaq. Yəni C variantı. Gəlirik 30-cu suala. 30-cu sualda nə deyir? Deyir, aşağıdakı yaddaş qurğularının hansının həcmi daha böyükdür? Variantlara baxırıq. Keş yaddaşdan başlayır. Keş yaddaş ümumiyyətlə sürətli yaddaşdır. Yəni sürəti böyük olsa da həcmi kiçikdir. Yəni düşünsək ki, həcmi kiçikdir və ən müasir kompüterlərdə belə, yəni ən müasirə qədər fikirləşsək belə, ən müasir kompüterlərdə gəlib hardasa 64 megabaytlara filan çıxır, yəni çıxır həcmi. Disketə baxırıq. Disketin həcmi bu bilirik ki, 1,44 megabaytdır. 1,44 megabaytdır. CD-lər əsasən 600-700 megabayt arası olur. 600-700 megabayt arası olur. DVD 4,7 gigabaytdan 4,7 gigabaytdan 17 gigabayta qədər ola bilir. HDD-miz isə HDD-miz əslində bunlar içərisində həcmi daha böyük olan yaddaş qurğumuzdur. Hətta deyək ki, deyə bilərik ki, daha doğrusu müasir kompüterlərimizdə hardasa 1 terabayta qədər yaddaşa malik olur. Ona görə ən böyük yaddaşlı qurğumuz burada HDD olacaq, 30-da E variantı. Gəlirik 31-ci suala. Deyir ki, 31-ci sualda verilənlərin arxivləşdirilməsi hansı proqram təminatı bölgüsünə aiddir? Arxivləşmə proqramı ümumiyyətlə kompüterdə faylların sıxılması, sıxılıb həcmində azalma olması üçün biz arxivləşmə proqramlarından istifadə edirik. Və arxivləşmə proqramları kompüter sisteminin, yəni özünə lazım olduğu üçün sistem proqram təminatına aiddir. Və sistem proqram təminatının da özü bir baza və xidməti proqram olaraq ayrıldığı üçün arxivləşdirmə sistemin daxilində olan xidməti proqramlara aiddir. 31-də A variantı. Keçirik 32-ci suala. Deyir ki, bu klaster məsələsidir. Əməliyyat sisteminə aid bir məsələmizdir. Klasterdə diskdə 6 ədəd 7 kilobaytlıq şəkil, 4 ədəd 9 kilobaytlıq mətin faylı var. Və deyir, əgər disk 3 kilobaytlıq klasterlərlə qurulubsa, verilmiş faylar ümumilikdə yaddaşda neçə kilobayt yer tutar? Ümumiyyətlə, biz buradan artıq rahatlıqla görürük ki, klasterimizin həcmi 3 kilobaytdır. Buradan da qeyd edə bilərik. Bir klaster üçün ayrılan nə qədərdir? 3 kilobayt. Biz bu məsələləri həll etmək üçün diskdəki bu faylların həcmini ilk növbədə klasterin içərisinə yerləşdirəcəyik, daha sonra ədəd sayına vurub tapacaq. Birinci götürük diskdəki 7 kilobaytlıq şəkil faylını. 7 kilobaytlıq şəkil faylını biz neçə dənə 3 kilobaytlıq klasterin içərisinə yerləşdirə bilərik? Təbii ki, baxıram ki, 3-ünü birində yerləşdirə bilərəm. Geriyə qalan 4-ündən 3-ünü də digər bir klasterdə yerləşdirə bilərəm. Qalan bir dənəsini isə digər bir 3 kilobaytlıq klasterdə yerləşdirə bilərəm. Yəni ümumilikdə 7 kilobaytı 3 kilobaytlıq klasterdə neçəsində yerləşdirə bildim? 3 dənə klaster buna ayrıldı. 3 klaster. Bunu tapandan sonra deyirik ki, neçə ədəd idi bundan? 6 ədəd idi. 6-nı 3-ə vurdum, tapdım ki, şəkil üçün 18 klaster lazım imiş. 18 klaster. İndi keçdik mətn faylına. Neçə kilobaytlıq mətn faylı var? 9 kilobaytlıq mətn faylı var. 9 kilobaytlıq mətn faylını mən neçə dənə klasterin içərisinə yerləşdirə bilərəm? Təbii ki, yenə 3 dənə klasterin içərisinə tam olaraq yerləşdirə bilərəm. 3 klaster. 3 klaster. Neçə ədəd idi bundan da? 4 ədəd. 4-ü də 3-ə vururuq. 12 klaster edəcək. 12 klaster. Klaster. Klasterləri toplayıram. 18 birində alındı. 12 klaster də birində alındı. Ümumilikdə neçə klaster idi?
30 klaster. Amma məndən bu klasterin tutduğu həcmi soruşur. Bir klasterimizin həcmi 3 kilobaytdırsa, onda 30 klaster üçün 3-ə vurmaqla deyəcəm neçə kilobaytlıq yer ayrılır? 90 kilobayt. Olacaq 32-də A variantı. Aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda məntiqi blokdan neçə dəfə istifadə olunmalıdır? Ümumiyyətlə, bunu blok sxem üzərində də çəkib baxa bilərik. Belə də baxa bilərik. Bu nə deməkdir? Yəni, bu deməkdir ki, burada bizə ümumilikdə 2 dənə şərt verib. Orası aydındır. Amma mən birinci şərtə baxıram. Deyirəm ki, A böyükdür və bərabərdir 5-dirsə, şərtim A böyükdür, bərabərdir 5-dirsə, gəlsin bu hesab əməliyyatını yerinə yetirsin. Bunun əgər bu şərtim ödənməsə, bunun əks halında bu şərt ödənər ki, gəlib bunu həll edər də, düzdürmü? Amma mənim bu əks halında bu şərti yazmağıma ehtiyac varmı? Düşünürük ki, yox, ehtiyac yoxdur. Onsuz da mən bilməliyəm ki, əgər A 5-ə bərabər və 5-dən böyük deyilsə, onun əks halına sadəcə bir dənə şərt qalır, o da A-nın 5-dən kiçik olmağı. Yəni bizim onu yazıb yazmamağımızın o qədər də önəmi yoxdur. Daha doğrusu yazmasaq daha yaxşı olar. Yəni əlavə bir şərti niyə yazıb blok sxemi uzadaq. Bunu blok sxem üzərində də izah edə bilərik. Deyirik ki, şərt qoyur. Şərtimizi yazaq. Belə bir şərtimiz var. A böyükdür, bərabərdir 5 şərtimiz var. Deyirəm A 5-dən böyük və bərabərdirsə, hə qolunda gəlib baxın, buradakı hesab əməlini yerinə yetirilməlidir, düzdürmü? 4A plus 7-ni yerinə yetirməlidir. Mən bilirəm ki, əgər bu şərtim ödənməsə, deməli, bunun əks halı A kiçikdir 5-dəndir. Bayaq da dediyimiz kimi, mən bu şərti heç yazmama ehtiyac yoxdur. Mən deyirəm ki, əgər bu şərtim ödənmirsə, yox qolu ilə bu hesab əməlini yox, gedib digər hesab əməlini yerinə yetirə bilər. Yəni, baxın, A-nın kubunu. Gördünüz, yəni hal-hazırda bu ikinci şərti yazmağımıza ehtiyac qalmadı. Yəni biz bir dənə şərtdən istifadə etməklə bu blok sxemimizi yerinə yetirə bilərik. Yəni neçə dəfə istifadə olunmalıdır? Bir dəfə istifadə olunmalıdır 33-də A variantı. Gəldik 34-cü suala. Bu da 34-də bizim dövr sayımızı istəyir təbii ki. Baxırıq, birinci misalımızı yerinə yetirməliyik. A 4 verilib, B 9 verilib. Burada isə gəlib şərtə deyir ki, B 4-ə bərabərdirmi? Xeyr, bərabər deyil. Onda yox qolu ilə düşüb B-nin təzə qiymətini tapırıq. B-nin təzə qiyməti olacaq, deməli, 9 idi qiymətimiz. 9-dan 1 vahid azaltdım, oldu 8. A-nı da 2 vahid artırdıq, oldu 6. İndi təzədən dövrdən qayıdırıq. Bir dəfə dövrüm artıq icra olundu. Buradan gəldik, oxla təzədən qayıtdıq bura. Hal-hazırda neçədir? 8-dir. 8 4-ə bərabər deyil ki, yox. Azaltdım, oldu 7. A-nı da 2 vahid artırıram, olur 8. Aha, yenə gəldim, yenə qalxdım. Artıq ikinci, yəni yuxarı qalxanda ikinci dövrüm icra olunur. Gəlirəm, bir dəfə 6 olacaq. Təzədən qalxacaq. 6 bərabər deyil 4-ə. Üçüncü. Sonra gəlib 5 olacaq. 5 ilə qalxsaq yenə bərabər deyil. Dördüncü. Yəni artıq gəlib 4-ə, bunu bir vahidlə azalsam 4-ə bərabər olsa, onsuz da artıq proqram yəni çıxışa getməlidir. Gəlib bir daha dövr eləyib qayıtmayacaq. Yəni mən baxıram ki, bu gəlib, yəni bir vahid azalıb 4-ə bərabər olana qədər, 4-ə bərabər olana qədər dövr 4 dəfə yerinə yetirildi. Yəni artıq 4 qiymətində gəlib bir də dövr eləmədi ki, yəni qayıtmadı ki, çıxışa getdi birbaşa. Ona görə neçə dəfə dövr edir soruşursa, dövr sayımız olacaq 4 dövr. Gəldik 35-ci suala. 35-ci sualda nə deyilir? 35-ci suala deyir 32 simvolu əlifbada kodlaşdırılmış məlumat var və bunu deyir 1024 simvolu əlifbaya keçirdikdən sonra 5-də ikisi silinibdir, 50% da arxivləşdirilib və bundan sonra məlumatın həcmi 30 bayt olub. Məlumatın ilkin həcmini hesablayın. Deməli, birinci biz nəyə baxmalıyıq? Baxıram ki, hansı simvolu əlifbadır birinci? Buradan qeyd eləyək. 32 simvolu əlifba. 32 simvolu əlifbada 32-ni yazıram. 2 üstü 5 kimi.
2 üstü 5 kimi. Və buradan bir dənə düstur yazırıq. Bu düsturu bilirik. Simvol vurulsun, bir simvolun tutduğu yer. Bu düsturdan istifadə edəcəyik burada. Niyə istifadə edəcəyik? Çünki mən baxıram ki, 32 simvol əlifbada bir simvol üçün ayrılan bit sayı 5-dir. 5 bitdir. Amma mənim simvol sayım yoxdur. X-dir. Deməli, mənim ilkin həcmim, baxın, buradan da yazıram. İlkin həcmimi 5x formasında verə bilərəm. 5 vurulsun x, yəni 5x formasında mənim ilkin həcmim budur. 5x, hətta burada ilkin həcm yazsaq daha doğru olar. İlkin həcm. İkincidə isə deyir, 1024 simvolu əlifbaya köçürülür. Buradan silirik bunu. Bunu artıq bildik. Deyirik ki, 1024 simvolu əlifbaya keçirəndə də 1024-ü də 210 kimi yazırıq. Yəni, artıq mən 1024 simvolu əlifbaya keçirəmsə, sonraki həcmim olacaq ki, bərabərdir. Simvol vurulsun, bir simvol tutduğu yerə uyğun olaraq yazacağım ki, sonraki həcm bərabər olacaq 10 vurulsun x-ə. Yəni, simvol sayımız dəyişmir ki, sadəcə dəyişən bit sayımızdır. Olacaq sonraki həcm 10 vurulsun x formasında. Bizdə nə deyir? Deyir ki, 1024 simvolu əlifbaya çevrildikdən sonra 5-də ikisi silinib, 50% arxivləşdirilib. Məndə nə idi? Sonraki həcm 10x. Çevriləndən sonraki həcm. Bunun 5-də ikisi silinibsə, yerdə nə qədəri qalıb? 5-də ikisi silinibsə, yerdə 5-də 3-ü qalıb. Deməli, mən bu həmin 10x-in 5-də 3-ünü tapıram ki, görüm neçə imiş. Çevriləndən, silinəndən sonraki qalan hissəm 5-də 3 hissədir. Bunu çevirirəm, deyirəm ki, qaldı burada 6x, düzdürmü? Bəli, 6x. Və deyir ki, eyni zamanda da 50% arxivləşibdir. 50% arxivləşmək yarısını silmək deməkdir. Bunun da yarısı neçə olacaq? Gəlib düşəcək 3x-ə. 3x. Və məndə sonrada nə deyir? Deyir, bundan sonra məlumatın həcmi olub 30 bayt. 30 bayt olmaq, birinci mən 30 baytı çevirməliyəm ki, 30 bayt neçə bitdir? Çünki bayaqdan bitlərlə işləyirik axı. Həcmi 30 bayt olmaq demək, 30 bayt olmaq demək, 30-u baytdan bitə keçəndə 8-ə vuracam ki, 240 bit eləyir. 240 bit. İndi mən rahatlıqla deməli, ən sonuncu nə qədər qalmışdı? 3x qalmışdı. Gəldi həcm neçəyə bərabər oldu? 240 bitə. Mən 3x bərabərdir 240 etməklə x-i buradan tapa bilərəm. X-i tapmaqla mən nəyi tapmış olacam? X-i nə ilə işarə eləmişdik? Simvol sayımı işarə eləmişdim. Yəni, x-i buradan tapacam ki, x, yəni simvol sayımı tapdım ki, məsələdə axır ki, simvol sayım 80 simvol oldu. İndi görək, məsələnin sonunda bizdən nə istəyir? Deyir, məlumatın ilkin həcmini hesablayın. Baxıram, ilkin həcmim haradaydı? Baxın, burada. 5-i vuracam tapdığım simvol sayıma, həcmimi artıq rahatlıqla hesablaya bilərəm. Həcmim də eləyəcək, daha doğrusu 80 simvoldur bu. 80-ə vuranda 400 bit edəcək. 400 bit. Yəni, cavabımız ilkin həcmini tapdıq ki, D variantı 400 bit. Bir neçə mərhələli məsələ olduğu üçün bu formada geniş şəkildə yazdıq. Gəldik 36-cı suala. 36-cı sualda isə deyir ki, 219 plus 219 onluq ədədi kompüterin yaddaşında neçə bit yer tutur? Burada 219-u mən rahatlıqla 2 vurulsun 219 kimi də yaza bilərəm. Yəni, 2 dənə 219-dan söhbət gedir də, düzdürmü, toplayanda? Bu mənə bunu verəcək. Baxırıq. Bu isə bizə 220-ni verəcək. 220. 220-ni biz necə yazırıq? 2-nin üzərindəki 20 bizim sıfırlarımızın sayıdır. Onda biz bunu çevirsək, yəni ikilikdə ifadə etsək, ikilik ədədlərini ifadə etsək, 1 ardında, baxın, burada sıfırlarım var. Nə qədər? 20 ədəd. Aşağıdan da yazaq, 1 ardında 20 ədəd sıfır var deməkdir. 1 ardında 20 ədəd sıfır bizə 21 rəqəmli, 21 rəqəmli ikilik ədəd verir. 21 rəqəmli
ikilik ədəd verir. Təbii ki, biz bilirik ki, ikilik ədədlərin hər biri üçün kompüterin nə qədər yer ayrılır? 1 bit yer ayrılır. Onda 21 rəqəmli ikilik ədəd üçün nə qədər yer ayrılacaq? 21 bitlik yer ayrılmış olacaq. Cavab B variantı. Gəldik 37-ci suala. Deyir, hansı yazılış yanlışdır? Yazılışın yanlış olduğunu tapmaq üçün ümumiyyətlə say sistemimizə diqqət eləməliyik ki, hansı say sistemimizdə hansı ədədlər ola bilməz. Məsələn, deyirik ki, ikilik say sistemidir, onu təşkil edən ədədlər ancaq 0-1-lər olmalıdır. Və yaxud da 8-lik say sistemidir, onu təşkil edən ədədlər 0-dan 7 daxil olmalıdır. Onluq say sistemi 0-dan 9 daxil, 16-lıq say sistemi 0-dan F ədədi daxil olmalıdır. Amma C variantına diqqət eləsək görərik ki, onluq say sistemində A ola bilməz. Çünki A harda iştirak edir? 16-lıq say sistemimizdə iştirak edir. Yəni, bu yazılış yanlışdır. Gəlirik 38-ci suala. 38-ci sualda bizə nə deyir? 38-ci sualda baxırıq, 47 səhifəlik sənəd deyir, aşağıdakı parametrlər əsasında çapa göndərilmişdir. Bu fraqmentə görə ən çoxu neçə A4 vərəqi lazımdır? Ümumiyyətlə, bu tipli məsələlərdə biz birinci baxırıq şəklimizə. Şəklimizdə nələr göstərilib? Kopya sayımız 4-dür. Səhifələrimi veribdir. Collated, uncollated olmağını, both side, one side olmağını və hər vərəqdə neçə səhifə çap olunduğunu. Deməli, hansı məqamlara diqqət edəcəyik? Bir, bizim kopya sayımız. Bizim səhifə sayımız. Bizim hər iki tərəfdə, yəni vərəqin hər iki üzündə və yaxud da bir üzündə çap etməyini, collated, uncollated olma hissəsi və hər vərəqdə neçə dənə səhifə çap etmə hissəsinə baxacaq. Amma biz ən sonda baxacağımız hissə bizə həmişə məlum olmalıdır ki, ən sonda kopya sayına baxırıq. Ən sonda baxırıq. Ən sonda. Birinci hardan başlayırıq? Bizim səhifə sayımızdan başlayırıq. Bizdə çaşdırıcı məqam olmamalıdır burada. Niyə? Çünki bizdə şərtdə deyir ki, 47 səhifəlik sənəd. Əgər bizim səhifə sayımız, baxın bu boşluq olan hissə var, burada ağ olan hissəmiz. Əgər burada səhifə sayı mənə veribsə ədədlər, mənim buradakı 47 səhifə sayına baxmağım önəmli deyil. Amma yox, mənim bu hissəm boş olsaydı, bəli, şərtdəki səhifə sayına diqqət yetirərdim. Çünki bura boşdursa, mənim bir dənə şərtimdə səhifə sayına baxmalıyam. Yəni, mənim də səhifə sayım hal-hazırda burada dolu olduğu üçün buradakı səhifə sayına baxmıram. İndi hansı ardıcıllıqla yerinə yetirilir? Birinci baxırıq, nə qədər səhifələrimiz var. Səhifə saylarımız 1, 2, birinci növbədə baxırıq. Buradan yazıram. 1, daha doğrusu biraz kənardan yazaq ki, bizim üçün daha rahat olsun. 1, 2, 1, 2 səhifə saylarımız budur. 4-dən 8-ə. 4-dən 8 yazıbsa, deməli 4, 5, 6, 7, 8 bunların hamısı daxildir. 4, 5, 6, 7, 8 daxildir. Bir də 10-25 var. Yəni 10-dan ta ki 11, 12, 13, 14, 15, 16 ta ki 25 daxil. Neçə dənə səhifəmiz olacaq saysaq? 1, 2, 1, 2, 3, 4, 5. Aha, ikisi buradadır. 5-i buradadır. Bu bizə verdi 7. 16 dənə də burada olacaq. Deməli 16-sı buradadır. 5-i buradadır. İkisi də buradadır. Bizə bu səhifələrin cəmi neçə dənə səhifə verəcək? 7, 16, 23. 23. Bizim deməli 23 dənə səhifəmiz var imiş. İkinci hissədə isə baxıram, vərəqin neçə üzündə çap etmək söhbətinə. Mən deyirəm ki, both side verilibsə, bu demək ki, vərəq iki üzlü çap edilibdir. Hər iki üzündə çap edilmə baş verib. Amma one-sided versəydi, deməli, vərəqin sadəcə bir üzündə çap edib. Bizə both sided, yəni hər iki tərəfində çap verdiyi üçün tapdığım bu 23 səhifəni bölməliyəm 2-yə. 23-ü böləcəyik 2-yə. Təbii ki, neçə düşəcək? Düşəcək bizdə 11,5. Biz bilməliyik ki, əgər 11 tam, 10 tam, neçəsə tam düşürsə, yuvarlaqlaşdırıb bunu bundan sonraki, yəni yaxın ədəd götürməliyik. 11,5 düşübsə, düşməliyik tam 12. Tapdıq. 12.
Dəstələnmiş hissədə problem yoxdur. Yəni burada dəstələnmiş, yəni 1-2-3, 1-2-3 formasına veribsə problem yoxdur. Həmişə bunu collated-dirsə bu hissəyə baxmırıq. Burada edəcəyimiz bir şey yoxdur. Keçirik, hər vərəqdə 6 səhifə çap edibdir. İndi biz düşünək ki, bu 12 almışdıq. Həmin bu 12-ni, bu hər vərəqdə 6 səhifə nə deməkdir? Yəni bir dənə vərəq düşünün. Bir vərəq üzərində 6 dənə üzünü çıxarıb. Yəni hər səhifədə, hər bir səhifədə 6 üz çıxarıbdır. İndi biz 12-ni hər bir vərəqdə 6 səhifə çıxarıbsa, mən deyəcəm ki, cəmi neçə vərəqdən istifadə edib? Yəni 12-nin 6-sını bu üzdə çıxardıb. Yəni bu vərəqdə çıxardıb. Qalan altını isə bu biri vərəqdə çıxar. Çünki hərəsini 6-6 çıxardır axı. Biz cəmi onda bir vərəq 6 üzdə bir bunu istifadə elədik. İkinci vərəqdə də qalan altını istifadə elədik. Yəni cəmi neçə dənə vərəqdən istifadə olundu? 2 dənə. Mənim bu 12 səhifəmi, qalan bu tapdığım bu 12-ni hər iki vərəqə yerləşdirə bildim. Yəni ümumilikdə 2 vərəqə yerləşdirə bildim. Deməli mən gəldim, dedim ki, 2 dənə vərəqdən istifadə etdim sonuç olaraq. Və ən sonda da deyirdik hansıya baxırıq? Kopya sayımıza. 2 vərəqimizi də 4 kopya sayına vuranda nə qədər vərəq verəcək, nə qədər A4 vərəqi verəcək? 8 dənə A4 vərəqindən istifadə olunur. Cavab olacaq B variantı. Sonra gəldik 39-cu suala. 39-cu sualda deyilir ki, informasiyanın verilmə üsulları hansılardır? Təbii ki, bilirik ki, informasiyanı hansı üsullarla verə bilərik? Mətn formasında, qrafiki formada, ədədi formada, səs və kombinasiyalı formalarda verə bilərik, təqdim edə bilərik. Bu isə nəzəri sualımızdır, D variantı. 40-cı suala baxırıq. Deyir, MS Word 2019 proqramı lent tabları və əmrlər arasında olan uyğunluğu müəyyən edin. Uyğunluq Home, bəli, Go to həqiqətən də Home menüsündə yerləşir. Bunu göstərə bilərik. Home menüsünü, Home lent tabını açırıq. Find hissəsindən biz Go to-nu görə bilərik. Bəli, ona görə 1-ə aiddir A variantı. Layout da deyir yerləşir Selection pane və Wrap text. Bəli, Layout bölümünü açırıq. Layout bölümümüz buradadır. Bəli, Selection pane-də, Wrap text-də, Arrange başlığının içərisində Layout lent tabında yerləşir və Insert-ə CD, yəni Quick Parts və Signature Lane yerləşir. Insert-ı açırıq, baxırıq. Bəli, həqiqətən də Insert-də Quick Parts da var, Signature Lane də var. Yəni hər ikisi də Insert bölməsinə yerləşir. Ona görə düzgün variantımız olacaq. Hansı variant? D variantı. Gəldik 41-ci suala. 41-ci sualda isə bizdən hansıların doğru olduğunu istəyir. Baxırıq bir-bir fikirlərə, görək hansılar doğrudursa onları seçəcəyik. 41-ci sualda deyir ki, BIOS əməliyyat sisteminin ilkin yüklənməsini təşkil edir nə? Bəli, bəli. BIOS əməliyyat sisteminin ilkin yüklənməsini təşkil edir və BIOS eyni zamanda qurğuların işinə də nəzarət edir. Yəni qurğulara nəzarət edir. Qurğunun hər hansı bir hissədə problem varmı, yoxmu? Əgər problem varsa bizə səs siqnalları vasitəsilə də eyni zamanda məlumat göndərir. Yəni bir doğrudur. 2. Əməli yaddaş aktiv proqram və verilənlərin qısa müddət saxlanması üçündür. Bəli, əməli yaddaş deyəndə bizdə RAM nəzərdə tutulur. RAM qısa müddətli yadda saxlayır, yəni verilənləri, proqramları. Enerjidən asılı olan bir yaddaşdır. Yəni kompüter sönən kimi əməli yaddaşda olan bütün verilənlər, proqramlar silinib gedir. Ona görə qısa müddətli yadda saxlama yaddaşda deyilir. 2 də doğrudur. 3-ə baxırıq. Səs platası informasiya daşıyıcısıdır. Xeyr, səs platası informasiya daşıyıcısı deyil. Bu səhv fikirdir. İnformasiya daşıyıcısı deyil. Bəli, bu səhv fikirdir. Lazer printerlərdə çap üçün mürəkkəbdən istifadə olunur. Xeyr, mürəkkəbdən istifadə olunmur. Tonerlərdən istifadə olunur. 4 səhvdir. Kontroller ana plata üzərində yerləşən yaddaş qurğusudur. Xeyr, bu da səhv fikirdir. DVD-R-ə məlumatı dəfələrlə yazıb silmək mümkündür. Xeyr, bu DVD-R-də deyil, DVD-R W-da mümkündür. Dəfələrlə yazıb silmək DVD-R yox, DVD-R W-da. Yəni doğru fikrimiz 1 və 2-dir.
42-ci suala baxırıq. 5 GB nəticəsi neçə meqabaytdır? 5 GB-dan meqabayta keçmək üçün 5-i 210-a, yəni 1024-ə vurmaq lazımdır. 5-i 1024-ə vurmaqla nə alırıq cavabı? 5120 meqabayt almış oluruq. 5120 meqabayt. Gəldik 43-cü suala. Deyir, aşağıdakı proqramlardan hansılar sistem proqramı deyil? Baxırıq Linux-a. Linux bizim əməliyyat sistemimizdir, əməliyyat sistemidir. Əməliyyat sistemin özü sistem proqram təminatına təbii ki, daxildir. Ona görə biri deyil olaraq seçə bilmərik. Yəni, biri götürmürük, çünki əməliyyat sistemidir. Word-a baxıram. Word tətbiqi proqramlara aiddir. Tətbiqi proqramlara aid olduğu üçün onu sistem proqramına təbii ki, aid deyil. Ona görə 2-ni götürməliyik. Opera bizim brauzerimizdir və sistem proqramına aid deyil. Bəli, deyil. Defragmentor and optimize. Bu da defragmentasiya etmək, optimizasiya etmək. Bəli, bu sistem proqramlarına aiddir. Bəli, aiddir. Və xidməti proqramların içərisindədir. Təbii ki, sistemin içərisində olan. Yəni, aiddir deyə seçmirik. Daha doğrusu 2-3 hələ ki deyil. Photoshop. Photoshop, bəli, tətbiqi proqrama aid olduğu üçün sistem proqramlarına aid deyil. Arxivatorlar isə xeyr, bu sistem proqram təminatına aiddir. Deyil olaraq seçə bilmərik. Yəni, bizim cavabımız 2, 3 və 5 olacaq. Aid olmayanlar. 2, 3, 5. Gəldik 44-cü suala. 44-cü sualda deyilir ki, 256 simvollu əlifbada hər bir simvolun informasiya həcmi neçə bitdir? Bu, böyük n bərabərdir 2 üstü i düsturu ilə biz bunu çıxarda bilərik. 256 simvollu əlifba, yəni əlifbamızda olan ümumi simvolların sayı 256-dır. Biz buradan 256-nı 2 üstü 8 kimi yaza bilərik. Bilirik ki, 2-nin üzərindəki i bizdə hər bir simvol üçün ayrılan bit sayını göstərir. Ona görə hər bir simvol üçün ayrılan bit sayı olacaq 8 bit. Gəldik 45-ci suala. 45-ci sualda uyğunlaşdırmadır və algoritmin növlərinə aiddir. Xətti budaqlanan dövrü algoritmi bizdən seçməyimizi, uyğunlaşdırmamızı istəyir. Baxıram variantlar arasına. Burada ilk gözümə elə Y variantı deyir. Y variantını xətti algoritm götürürük. Niyə xətti algoritm? Çünki burada heç bir şərt, heç bir dövr baş vermir. Düşünün ki, yəni sadə bir funksiyadır. Biz hər hansı bir ədədi bura daxil etsək, kökün altından rahat ədədimizi çıxarda bilərik. Və yaxud da biz bunu kök altından ümumiyyətlə rahat çıxarda bilərik. Yəni burada dediyim kimi hər hansı bir şərt qoyulmur üzərinə, hər hansı bir dövr icra olunmur deyə. Ona görə bunu xətti algoritm kimi götürə bilərik. Daha sonra nə var burada? Baxaq, elə A-ya baxaq. 1 vurulsun x, üstəgəlsin 2 vurulsun x, n vurulsun x cəminin hesablanması. Bunu dövr olaraq götürəcəyik. Niyə dövr olaraq götürürük? Çünki bu sualda cəmin hesablanması tələb olunur. Amma burada ardıcıl, yəni ardıcıllıq şəklində cəmin hesablanması, yəni hasillə cəmlərin hesablanması ardıcıllıq şəklində olduğu üçün dövri olaraq qəbul edilir. Ona görə bəli, ona görə 3-ə götürəcəyik A variantını. 3-ə götürəcəyik A variantını, bəli. Və bir də burada C var. Yenə hasildə ardıcıl hasillərin hesablanması getdiyi üçün, yəni ardıcıl hasil hesablanması, ümumiyyətlə ardıcıl cəm, ardıcıl hasil hesablanması varsa, bunu deyirik ki, dövri algoritmə uyğun götürmək olar. Sonra baxırıq burada B-yə. 2 ədəddən həm böyük, həm də kiçik ədədin təyini istəyirsə, biz artıq bilməliyik ki, burada söhbət budaqlanmadan gedir. Niyə budaqlanmadan gedir? Çünki düşünün ki, burada şərt var. Filan ədəddən böyüyünü seçmək, filan ədəddən kiçiyini seçmək. Yəni burada budaqlanma gedir. Ortada şərt olur. Yəni şərtə uyğun böyük və kiçik ədədin təyin ediriksə, olacaq budaqlanan. Bir də burada funksiyanı hesablamağımızı istəyir. Funksiyanı hesablamağımızı istəyirsə, biz bunu budaqlanmaya götürürük. Niyə budaqlanmaya götürürük? Çünki D variantındakını burada müəyyən şərt olur bu funksiya üzərində. Məsələn, necə bir şərt ola bilər? Deyə bilər ki,
X sıfırdan məsələn böyükdür. Belə bir şərt ola bilər. Baxın burada. Məsələn, bir dənə şərt qoyur ki, X böyük olmalıdır sıfırdan. Əgər bu şərti ilə qoyursa, konkret olaraq şərt varsa deyirəm ki, şərt olan alqoritm hansı növünə aid olacaq? Budaqlanan növünə aid olacaq. 1-ə Y, 2-yə B-dir, 3-ə A, C olacaq.